Salam dostlar. Gəlin söz analiz rubrikamızda daha bir maraqlı məqama diqqət eləyək. Mən bu məqama bir misralıq cinas deyirəm. Bildiyiniz kimi cinas deməli yazılışca, formaca eyni mənaca müxtəlif sözlərdir və bunu yaratmaq üçün ən azı bizə iki misra lazım olur ki, sözü iki mənada işlədək, orada cinas yaradaq. Ancaq bəzən elə sənətkarlar olur, bir misrada buna nail olur, yəni sözü bir dəfə işlətməklə ona iki məna vermək qüdrətinə malik olur. Misalı yenə Füzulidən çəkəcəm. Çün düşmədən ayağa çıxmadı başa badə. İlk mənası, ilk bizim algıladığımız məna budur ki, yəni badə butulkanın ayağına düşməyincə, yəni ayağındakı qaba süzülməyincə onu heç kim başına götürüb içməz. Və eyni zamanda ayaq sözü burada əyaq sözündəndir, mənaca qədəh deməkdir. Deməli, burada ikinci mənaya da nail olur və məna yükünü daha da gücləndirir. Mənanın dərinliyi, irfani qatı isə bundan ibarətdir ki, Tanrı dərgahında əyilmədən, başını onun hüzurunda yerə qoymadan, onun ayağına düşmədən heç vaxt ucala bilməyəcəksən. Eyni sözü Aşıq Ələsgər də təxminən oxşar kontekstdə işlədir. Deməli, bir misrada cinas mənalara, ən azı məna çalarlarına nail olur. Deyir, ayaq oddur, yanmır, başı yandırır. Yəni ilk baxışdan ayaq-baş paradoksu yada düşür, ancaq biraz diqqət eləyəndə görürsən ki, ayaq burada şərab süzülmüş qədəhdir. Yəni o özünü yandırmır, yəni o məşhur bir ifadə var. İçki butulkasından başqa hər şey gücü çatır. Təxminən onun bir balaca dərin variantıdır da. Yəni şərab öz qabını yandırmır, ona heç nə eləmir, ancaq onu içdikcə insanın beynini yandırır və onun ağlını başından uçurur mənalarını verir. Eyni sözü deməli Murad Köhnəqala da bizim müasirimiz məşhur bir divanisində istifadə edib. Deyir ki, saqi qoymaz ayağını yanımdan bir dəm geri. Yəni həm ayağını məndən uzağa qoymaz, məndən aralanmaz, həm də qədəhini qarşımdan çəkməz, çünki mən eşq şərabını daimi içirəm. Bundan əlavə Füzulidə dağ sözü çox oynadılıb bir misralıq cinas kontekstində. Köhişən kün deyləmiş min tişəni bir dağ ilə, mən qoparıb salmışam min dağı bir dırnaq ilə. Bu sözü, ümumiyyətlə, dağ sözünü Füzuli çox vaxt həm real, fiziki, coğrafi dağlar, həm də sinənin dağı mənasında çox oynadıb. Və Aşıq Ələsgərdə də bu məqam var. Deyir ki, məcnun olub qaldım Leyli dağında. Həm Leylinin dağı sinəmdə qaldı, həm də mən özüm Leyli dağında məcnun kimi sərgərdan qaldım. Eyni zamanda salamda var müasir dövrdə. Sənin ad gününə gül dəymək üçün sinəmə çəkdiyin dağa çıxıram. Və şair salamda başqa bir şeirində bu bir misralıq cinasın çox unikal nümunəsini yaradıb. Başımla döyürəm qapımı sevda, nə evdən çıxırsan, nə də başımdan. Başdan çıxmayan eşq sevdasıdır, evdən çıxmayan isə sevda adında xanımdır. Hamınıza uğurlar arzulayıram.